Azərbaycanın paytaxtı Bakı, Xəzər dənizinin sahilində yerləşən və Avropa ilə Asiyanın kəsişməsində sürətlə inkişaf edən biznes və investisiya mərkəzidir. Şəhər sabit iqtisadi artım nümayiş etdirərək beynəlxalq investisiyaları və iri miqyaslı inkişaf layihələrini cəlb edir. Müasir şəhər mühitinin rahatlığını, kurort həyat tərzini və yüksək investisiya potensialını özündə birləşdirən möhtəşəm Sibriz kurort şəhəri məhz bu inkişaf fonunda formalaşır. 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilmiş layihə kiçik bir otel və çimərlik zonası kimi fəaliyyətə başlamışdı. Bugün Sibriz regionun ən iri şəhərsalma layihələrindən biridir. Layihənin ümumi ərazisi 1850 hektardır. Bunun 1000 hektarı artıq həyata keçirilib və inkişaf etdirilir. Gələcəkdə Sibriz ərazisində tikinti sahəsi 30 milyon kvadrat metrdən çox olacaq. 60 mindən çox insan isə Sibrizi artıq öz evi kimi seçib. Layihə 22 kilometrlik sahil xətti boyunca yerləşir. Bunun 7 kilometri birinci mərhələ çərçivəsində artıq abadlaşdırılıb və burada özəl və ictimai çimərliklər, hovuzlar, akvaparklar və gəzinti marşrutları fəaliyyət göstərir. Sibriz il boyu fəaliyyət göstərən şəhər kimi inkişaf edir. 100-dən çox ticarət obyekti, kafe və restoran, fitness mərkəzi və spa kompleksi, eləcə də gündəlik tələbatı qarşılayan xidmətlər burada canlı və dinamik mühit yaradır. Ərazidə artıq ticarət və əyləncə mərkəzləri, ofis binaları, məktəblər və uşaq bağçaları, tibb və idman obyektləri, həmçinin beynəlxalq səviyyəli tədbirlər üçün panoramik event hall fəaliyyət göstərir. Şəhərin həyatını zəngin mədəni proqramlar tamamlayır. Sibriz regionun əsas mədəniyyət məkanlarından birinə çevrilmiş illik musiqi festivalı Dreamfest də daxil olmaqla beynəlxalq tədbirlərə ev sahibliyi edir. Festivalın səhnəsində Nicole Scherzinger, Craig David, Jason Derulo və digər dünya ulduzları çıxış ediblər. Ekologiya və dayanıqlı inkişaf layihənin əsas prioritetlərindəndir. Ərazinin 300 hektardan çox hissəsi yaşıllaşdırılıb, 11 milyondan artıq ağac və bitki əkilib. Şəhər daxilində nəqliyyat avtomobillərdən minimum istifadə prinsipi ilə təşkil olunub ki, bu da ekoloji mühitin qorunmasına xidmət edir. Layihə eyni zamanda yaşıl enerji və enerji səmərəliliyi həllərinə keçidi dəstəkləyir. 24/7 xidmət infrastrukturu sakinlərin rahatlığını təmin edir. Texniki xidmət, təmizlik, camaşırxana, qidalanma və golf taksi vasitəsilə ərazi üzrə rahat hərəkət imkanları təqdim olunur. Sibrizin növbəti inkişaf mərhələsi layihənin gələcəyini formalaşdıran yeni nəsil məkanların yaradılmasını nəzərdə tutur. Caspian Dreamliner xüsusi olaraq salınmış süni yarımadada yerləşən 11 mərtəbəli apart otel, sakit limanda dayanan kruiz gəmisi təəssüratını yaradan layihədə hovuzlar, sky bar, infinity pool, restoranlar və spa kompleksləri dənizkənarı həyatın yeni standartını müəyyən edir. Half Moon, aypara formasında yaradılan 50 hektarlıq süni ada. Burada Hilton və JW Marriott kimi aparıcı beynəlxalq otel brendlərinin iştirakı ilə dünya səviyyəli kurort mühiti və eksklüziv rezidensiyalar yaradılır. Shaun Killa ilə birgə hazırlanmış və hündürlüyü 323 metrdən artıq olacaq Cipriani Tower, layihənin memarlıq simvolu olmaqla bərabər, ölkəmizin ən hündür binası statusunu daşıyacaq. Burada həmçinin beynəlxalq tədbirlər və konsertlər üçün Dream Arena, eləcə də ticarət qalereyaları, restoranlar, kafelər və sahilyanı gəzinti zonasını birləşdirən Venetian Harbor yaradılacaq. Layihənin inkişafını daha da gücləndirən əsas infrastruktur layihələrindən biri Royal Casino olacaq. Layihə Avropanın ən böyük, dünyanın isə ən böyük 5 kazinosundan biri kimi planlaşdırılır. Bu obyekt beynəlxalq turizmin inkişafına və daşınmaz əmlak qiymətlərinin artımına mühüm təsir göstərəcək. Fire Island, Sibrizə aid bu 200 hektarlıq süni ada Scott Brownrigg memarlıq bürosu ilə birgə hazırlanır. Mixed Use konsepsiyası üzrə həyata keçirilən layihə yaşayış kompleksləri, otellər, biznes mərkəzləri və əyləncə infrastrukturunu bir araya gətirəcək. Burada həmçinin 18 döngədən ibarət 5,5 kilometrlik Formula 1 trasının yaradılması planlaşdırılır. Layihənin konsepsiyasına Beach Paddock, pit binası və binanın üzərindən keçəcək unikal tras hissəsi daxildir. Sibrizin inkişaf miqyasında beynəlxalq brendlərlə əməkdaşlıq xüsusi rol oynayır.
Burada artıq Nikki Beach və Caspi Mayer by Lancerhof Wellness layihələri fəaliyyət göstərir. Eyni zamanda Nobu Otel, Restaurant and Residences layihəsi həyata keçirilərək Sibrizin qlobal premium kurort şəhəri statusunu daha da gücləndirir. Sibriz yalnız yaşayış məkanı deyil, həm də güclü investisiya aktividir. Burada daşınmaz əmlakın dəyəri orta hesabla ildə 15-35% və daha çox artır, hərtərəfli icarə proqramları isə illik 8%-dən başlayan gəlirlilik təmin edir. Layihə regionun ən dinamik və iri şəhərsalma və tikinti layihələrindən biri hesab olunur və Azərbaycanda analoqu yoxdur. Sibriz portfeli 40 kvadrat metrlik mənzillərdən 1500 kvadrat metrlik villalara qədər onlarla daşınmaz əmlak layihəsini əhatə edir. Şəxsi hovuzlar, yaşıllıq zonaları, geniş teraslar və tam şəhər infrastrukturu burada rahat və dolğun həyat mühiti yaradır. Alıcılar təmirsiz, təmirli və ya tam hazır təhvil formatlarından seçim edə bilərlər. Əmlakın Sibriz Booking vasitəsilə idarə olunması imkanı isə sabit icarə gəliri əldə etməyə şərait yaradır. Brend artıq bir məkan ilə məhdudlaşmır. Skybreeze Şahdağ, Şahdağ dağ xizək kurortunda ilk qış layihəsi, Sibriz Uzbekistan, Çarvat gölü sahilində beynəlxalq klaster. Sibriz Montenegro isə Adriatik sahilində planlaşdırılan yeni layihədir. Sibriz gələcəyin kurort şəhəridir. O, yaşamaq, işləmək, istirahət etmək və investisiya qoymaq üçün yaradılmış unikal məkan olmaqla bərabər, eyni zamanda keyfiyyət, ekologiya və tikinti sahəsində yeni standartlar diktə edir. Sibrizin bir hissəsi olun ki, Sibriz sizin həyatınızın bir hissəsinə çevrilsin.